Salam, kanalımızda hər birinizi xoş gördük, dəyərli izləyicilər. Bugünkü videomda Azərbaycan mətbəxindən evinizdə hamıya çatacaq qədər yumuşaq, bərəkətli süd çörəyi hazırlayıram. Videomuzu sona qədər izləyib bəyənsəniz, yorum yazmağı və bəyən düyməsini basmağı unutmayın. Keçək süd çörəyimizin hazırlanmasına. Xəmiri hazırlamaq üçün ilk öncə aparanı hazırlayıram. 3 yemək qaşığı ilıq su, 1 çay qaşığı şəkər tozu və 1 paket instant mayanı əlavə edirəm. Biraz qarışdırıb üzərini örtürəm, 10 dəqiqə saxlayacağam. Xəmirə lazım olan ərzaqların miqdarını açıqlama bölümündə qeyd edəcəm. Xəmiri hazırlamaq üçün 5 stəkan ələdiyim unu geniş bir qaba tökürəm və üzərinə isə 1 çay qaşığı üyüdülmüş kişniş toxumu əlavə edirəm. Daha sonra 1 çay qaşığı sarı kök və 1 çimdik duz töküb bunları bir-birinə biraz qarışdıracağam. Sarı köklə kişniş toxumu xəmirə mütləq vurulmalıdır. Qarışdırdığım unun üzərinə 2 ədəd ağlı sarılı yumurtanı və 200 qram əritdiyim yağı, kərə yağını əlavə edirəm. Sonra isə şəkər tozundan mən biraz az istifadə etdiyim üçün 1 stəkanın başından 2 barmaq aşağı şəkər tozu tökdüm. Siz isə bunu dolu stəkan əlavə edə bilərsiniz. Və 2 stəkan ilıq süd əlavə edirəm. Sonra isə hazırladığım aparanı qıcqırmış vəziyyətdədir artıq. Əlavə edirəm xəmirin üzərinə. Bütün ərzaqları qatandan sonra yavaş-yavaş xəmirimizi yoğuracağıq. 1 stəkan unu yenə də xəmirə əlavə edirəm. Xəmirim biraz boşdur. Siz də az-az unu töküb xəmirinizi qarışdırın. Birdən-birə unu tökəndə xəmir bərk alına bilər. Şirin çörəyin xəmiri yumuşaq olmalıdır. Hamısı birlikdə mən 7 stəkan undan istifadə etdim. Mənim xəmirim bu qədər un apardı. Çörəyimizin xəmiri o qədər gözəl alındı ki, yumuşaq, yağlı xəmirdir. Bunun arasına qozlu işlik də qoyub bulkalar da hazırlaya bilərsiniz bu xəmirdən. Və üzərini örtüb 1 saat saxlayacağam mayalanmaq üçün. Dəyərli izləyicilər, həmişə süd çörəyini oval, yumru listlərdə qablarda hazırlamışıq. Ancaq bu dəfə mənim xəmirim çox olduğu üçün həm də vaxta qənaət eləyərək sobamın ən böyük 4 günc listimdə hazırlayacağam. Xəmiri çox da saxlamadım. 1 saat ərzində biraz qıcqırdı. İndi isə bu qədər xəmirdən bir gündə hazırlayıb qoyuram qaba. 15-20 dəqiqədə kündədə saxlayacağam. Üzəri örtülü vəziyyətdə. Dəyərli izləyicilər, bu çörəklər bizim uşaqlıq illərimizin çox ləzzətlə yediyimiz şirniyyatlarından olubdur. İndi də bizim evdə çox bişirilir və çox da sevilir. Onu da deyim ki, bu çörəkləri bişirib qızlar gəlin köçəndə xonçalarda oğlan evinə də göndərirlər. İndi də bu adət davam edir. Çörəyi formaya saldım və üzərinə isə yumurtanın sarısı ilə 1 qaşıq qatdığım duru yağ qarışımından sürdüm və istəyə görə üzərini bəzəyirəm. Və çörəyi sobaya yerləşdirirəm, 200 dərəcədə bişirəcəm. Dəyərli izləyicilər, siz də bizim reseptimizdən hazırlayın və Instagram səhifəmizdə şəklini bizə atın və orada sizin adınızdan paylaşaq. Şirin çörəyi bişirərkən üzəri tez qızarır. Ona görə də mən 200 dərəcədən yuxarı qaldırmıram sobanın dərəcəsini. Çörəyimin altı üstü çox gözəl bişdi və qızardı. Çörəyin ətri bütün hər yeri bürüyüb. İnanın ki, o qədər gözəl, yumuşaq, bərəkətli bir çörək alındı ki, əziz xanımlar, siz də hazırlayın və uşaqlarınız üçün məktəbə də qoya bilərsiniz bulka əvəzi. Evdə hazırlanan çörəklərin, şirniyyatların yerini, dadını heç nə əvəz edə bilməz. Çörəyimiz möhtəşəm çıxıb, yumuşaq, altı da çox gözəl bişib və
Özünüz görürsüz, qalınlığı da çox qəşəngdir. Elə bilin ki, həm bulkadır, həm də şirin çörəkdir, südlü çörəkdir. Göz haqqınızı halal edin. Dəyərli izləyicilər, əgər videomuzu bəyəndinizsə, zəhmətimizə dəyər verib bəyən düyməsini basın və kanalımıza hələ də abunə deyilsinizsə, abunə olun. Allah hər birinizin evinə bol ruzi, bərəkət qismət eləsin və evinizdən çörək ətri gəlsin. Salamat qalın. Növbəti videolarımızda görüşənədək Allaha əmanət olun.